Günəş, Azərbaycan SSR dedik nə vaxt yarandı? 1920-nin aprelin 28-də. 28-də yarandı. Və 1991-ci il 5 fevralına qədər SS sözü qaldı. Burada Azərbaycan SSR qaldı. Amma 5 fevralda SS götürülür, Azərbaycan Respublikası olur. 91-18 oktyabrda isə Azərbaycan müstəqilliyi artıq bərpa edilmişdi. Bəs yaxşı, indi Müvəqqəti İnqilab Komitəsi ilk yaradılan qanunverici orqan idi. Müvəqqəti İnqilab Komitəsini sonra hansı qurum əvəz edəcək? Mərkəzi İcra Komitəsi 1921 6 may Konstitusiyasını. Bəli. Mərkəzi İcra Komitəsini sonra hansı qurum əvəz eləyir? Ali Sovet 36-cı il Konstitusiyasını. 1936-cı Konstitusiyasından, yoxsa 37-ci il Konstitusiyasından deyək? 37. Bizdə qəbul edilən Konstitusiya ilə olmuşdu. Bəli, Ali Sovet bunu əvəz etmişdi. Tamam, bəs yaxşı. Biz demişdik ki, Rusiyanın özünə Moskvada ilk dəfə birinci katib vəzifəsi nə zaman tətbiq edilmişdi? 1929. 29-cu ildə. Bəs bizdən ilk dəfə nə zaman bu vəzifəyə təyinat olur? 33-də Mirzəfər Bağırov keçmişdi. 20 il müddətində vəzifədə qalmışdı, 53-cü ilə qədər. Azərbaycanda deyə bilərik, bundan sonra avtoritar bir rejim qurulur, yoxsa yox? Bəli, deyə bilərik. Aha, avtoritar bir rejim qurulur. Çünki onun hakimiyyətə gəlməsi ilə belə bir sistem qurulacaq və bütün bəli, qarşılıqlıq da hamısı nə qədər qarşılıqlı çəkişmələr var idisə, hakimiyyətə bunların hamısına da son qoyulmuş oldu hakimiyyətə gəlməsi ilə. Bəs yaxşı, Azərbaycan SSR-nin deməli dedik birinci konstitusiyası 1921, ikinci konstitusiyası isə 1937-ci ildə qəbul edilmişdi, düzdürmü? Bəs SSR-nin birinci və ikinci konstitusiyası neçənci illərdə idi? SSR-nin birinci konstitusiyası 1924-cü ildə qəbul olmuşdu. İkinci də 36-nın 5 dekabrında. 36-cı il dekabrın 5-də idi, bəli. Və bununla da dedik, yaradılmış hansı qurum ləğv edildi? ZSFSR ləğv olunaraq SSR-nin tərkibinə qatıldı. Birbaşa onun tərkibində olan dövlətlər hamısı SSR-nin tərkibinə qatılmış oldu. Bəli, bu da 1936-cı il konstitusiyasından qalib gəlmiş sosializm konstitusiyası və yaxud da SSR-nin ikinci konstitusiyası hesab olunurdu. Bəs yaxşı, SSR dövründə çox partiyalı yoxsa tək partiyalı sistem hökm sürürdü? Əslində güya sözdə çox partiyalı sistem idi. Yəni hamı könüllü şəkildə qoşulmuş. Amma bu sözdə idi tək partiyalı unitar dövlət idi. Aha, tək partiyalı sistem. Düz SSR-nin dağılmasına qədər. SSR dağıldıqdan sonra artıq Rusiya Federasiyası formalaşır və orada çox partiyalı sistem formalaşmış olacaq Rusiya tarixinə. Amma belə deməli tək partiyalı sistem idi. Bəs yaxşı, bu 1924-cü ildə dedikdə SSR-nin konstitusiyası, düzdürmü? Ümumiyyətlə Rusiya tarixində ilk konstitusiya nə zaman qəbul edilmişdi bəs? 1918-də RSFSR-nin yaradılmasıyla. Bəli, həmin o konstitusiya qəbul edildi və bununla da RSFSR yaradılmış oldu. Bəs yaxşı, Rusiyada ilk dəfə kimləri idi ki, konstitusiyanın qəbulu haqqında mübarizə aparırdılar? İstəyirlər ki, konstitusiya qəbul edilsin. O, vətəndaş müharibəsi dövründə idi. Qırmızılarla ağla. İlk dəfə. Kim xatırlayır bunu? İlk dəfə dekabristlər üsyanı idi. Ay sağ ol, dekabristlər üsyandaydı. Orada konstitusiyanın qəbul edilməsini istəyirdilər, mütləqiyyətin devrilməsini istəyirdilər. Bəli, istəkləri həmin vaxtda olmasa da, amma sonraki dönəmlərdə baxırıq ki, elə onların istəkləri yerinə yetirilmişdi. Düzdürmü? Bəs yaxşı, 1921-ci ildə icraçı qurum yenə də Azərbaycan XKS qalırdı, Xalq Komissiyalar Sovet, düzdürmü? Bəs onda rəhbər kim olmuşdu? 21-ci ildə. Yenə də ikinci dəfə Nərman Nərmanov. Real hakimiyyət, bəli, birdə də Nərman Nərmanov, ikidə də real hakimiyyətə malik idi. Real hakimiyyətə malik deyildi. Əslində Rusiyanın Mərkəzi Komitəsinin qərarlarla işləyirdi. Aha, Azərbaycan filialı olan o Kommunist Partiyasının qərarlarla işləyirdi. Bəs yaxşı, indi bolşeviklər istəyirdilər ki, Cənubi Qafqaz tamamilə istila eləsinlər də, düzdürmü? Bəs deyir, bu bolşevik istilasında ilk qurban kim seçilir? Azərbaycan. Əlbəttə ki, Azərbaycan seçilmişdir. Şərur Dərəliyəz nə zaman verildi ermənilərə? Şərur Dərəliyəz 21-də. 21 yoxsa 20-də verildi? 20 olar, hə. 20-nin yayında Şərur Dərəliyəz verilir. Niyə verilir? Çünki Ermənistanı şirinlikləndirmək üçün verilir. 20-ci ildə verildi, yayında, avqustunda verildi. Ondan sonra 21-ci ildə isə Zəngəzur məsələsi müzakirə getdi. Hələ 20-nin noyabrından gedirdi o müzakirələr. Bəli, yuxarı Zəngəzur 21-ci ildə verildi. Bəs yaxşı,
Azərbaycanla Türkiyə arasında sərhəd xətti nə zaman ləğv olunmuş oldu artıq? Ləğv olunması yox, daha doğrusu Azərbaycanla Türkiyə arasında sərhəd xətti çəkildi. Yəni artıq əlaqələr kəsilmiş oldu. Birbaşa quru sərhədlər dayandırıldı. Hansı dövr götürərik? Hə, Naxçıvan MSR-nin yaradılmasından götürə bilərik. Bəlkə 29-30-cu illər deyək. Həmin dönəmlərdə də bir sıra torpaqlar verilmişdi axı ermənilərə. Və bundan sonra, bəli, quru Aha, bundan sonra da quru sərhədlər artıq kəsilmiş oldu, dayandırılmış oldu. Bəs yaxşı, Dağlıq Qarabağ Muxtar Vilayəti statusu. Bununla bağlı ilk müzakirələr nə vaxt getmişdi? Sonra amma bir müddət uzadılır məsələ. 1901-ci ilin 2 iyulunda keçirilmişdi. Nəriman Nərimanovun rəhbərliyi ilə Azərbaycan tərkibində protektorat ərazi olsun, qəyyumluğa götürülmüşdə. Mərkəzi Şuşa olsun. Amma buna razılaşmırlar. Sonra 23-cü ilin 7 iyulunda DQMV yaradırlar. Sonra da mərkəzini Xankəndi seçirlər, amma adı dəyişirilir, Stepanakert olur. Bəli, 2 ay sonra da ad dəyişəcək olacaq Stepanakert. Onda qeyd etdiyimiz kimi 1991-ci il noyabrın 26-sına qədər qalır. Dağlıq Qarabağ Muxtar Vilayəti statusu qalır. Ondan sonra ləğv olunacaq. Bəli, bu Muxtar Vilayəti statusu ləğv edilmiş olacaq. Tamam. Bəs yaxşı, Naxçıvanda ilk hakimiyyətinin yaranması bu nə vaxtda düşür? 1920-ci ilin iyununda Veysel bəyin başçılığı ilə türk qoşunları gəlir, yerləşir. Burada yəni Naxçıvan əhalisini qorumaq üçün. Eyni zamanda bir ay sonra iyulun 28-də də gəlir. 11-ci Qırmızı Ordu gəlir. Buna görə də ki, hakimiyyətlik yaranır. Bəli, deməli 20-ci ildə artıq Naxçıvanda ilk hakimiyyəti formalaşdırılmış olacaq. Və burada hətta bir müqavilə imzalanır. Müqavilə nə idi? O Azərbaycan neftinin Rusiyaya... Sən niyə neftə keçdin ki? Niyə neftə keçdin? O neftə keçmə o sentyabr ayında olan idi. O heç indi kitabdan çıxarılıbdı. Və demədi 20-ci ildə iki hakimiyyəti formalaşdırıldı Naxçıvanda. Bəs indi burada bir müqavilə də imzalanmalı idi axı bu iki dövlət arasında ki, bu müqavilədə də müəyyən bir şərt göstərilir. Nə vaxta qədər qoşunlar qalacaqdı Naxçıvanda? Güney xanım deyək. O biri Moskva müqaviləsinə qədər qalır da orada qoşunlar. Müqavilə bəs nə vaxt imzalanır? 20-ci ildə imzalanır. 20-ci ilin avqustundaydı. Moskvada deyir onlar danışıqlar aparırlar müqavilə imzalar aralarında və bu müqaviləyə görə növbəti bir müqavilə imzalanana qədər, növbəti dəfə bu Naxçıvan məsələsinə baxılana qədər, deməli, bu ərazidə bəli, ümumiyyətlə də, yəni indi dəqiq bir vaxt demirlər ki, filan vaxtda, çünki onlar bilmirlər axı bu müqavilə nə vaxt imzalayacaqlar. Amma ümumilikdə qeyd olunur ki, növbəti dəfə Naxçıvan məsələsinə dair müqavilə imzalanana kimi bu müqavilə qüvvədə qalmalı idi və hər iki tərəf öz qoşunlarını saxlayacaqdı Naxçıvanda. Şərt bundan ibarət idi. 1920-ci ilin avqust ayında. O sən dediyin 1920-ci ilin sentyabr müqaviləsi ki var ha. Bax o müqavilə indi yoxdur. Onu çıxardıq, o çoxdandan yoxdur. O neft-sat məsələsinə dair idi. Azərbaycan artıq iqtisadi cəhətdən Rusiyadan asılı bir vəziyyətdə düşmüş tamamilə. Qars müqaviləsi nə idi? Qars müqaviləsi 21-in oktyabrın 13-də imzalanmışdı. Türkiyə, Ermənistan, Azərbaycan, bir də RSFSR-nin rəhbərliyi ilə imzalanmışdı. Elə Naxçıvan məsələsini müzakirə etmək üçün çağırılmışdı. Yəni müqavilə orada yenə təsdiq olunur ki, Naxçıvan Azərbaycan tərkibində qalmalıdır. Aha, Naxçıvan Azərbaycan tərkibində saxlanılırdı. Günəş, bax bu torpaqlar verilir ha, Naxçıvan torpaqlarının verilməsi və yaxud da Naxçıvan MSR-nin yaradılması. Bu qərar kim tərəfindən icra olunur? Hansı qurum tərəfindən verilir bu qərar? Azərbaycan SSR Mərkəzi İcra Komitəsinin rəyasət heyəti. Bu hansı idi? İkisinə də aid deyil. Bu hansının qərarıdır? Nə ilə bağlı? İnzibati? Yox, inzibatini demirəm. Yəni, 24 məsələsini dedik, 29 məsələsini dedik. Azərbaycan Mərkəzi İcra Komitəsi hansının qərarını verdi? 24-ü yoxsa 29-u? 24-ü. 24-ü. Bəs 29-da orada hansı qurum idi qərar verən? 29-da qərar verən yəqin ki, Rusiyadan olar. Komünist Bolşevik Partiyası. Deyən var. Zaqafqaziya. O da Zaqafqaziya Mərkəzi İcra Komitəsi idi. Bunlara diqqət yetirin. Bunlar da bir test sualıdır. Deməli, Azərbaycan Mərkəzi İcra Komitəsinin qərarı 24-cü il qərarıdır.
Amma Zaqafqaziya Mərkəzi İcra Komitəsinin qərarı isə bu 29 qərar. Çünki Zaqafqaziya Mərkəzi İcra Komitəsi deyəndə bunun tərkibində olan hələ ZSPC ləğv olunmayıb axı. Hələ 29-dan danışırıq. 36-ya qədər gedir. Tərkibində Gürcüstan da var, Azərbaycan da var, Ermənistan da var. Yəni yəqin ki, burada daha çox Ermənistan hökumətinin rolu olar ki, çünki o torpaqlar Ermənistanın xeyrinə verilirdi. Sərhəd dəyişdirilmişdi. Qars və Moskva müqavilələrinin ziddinə olaraq sərhəd dəyişdirilmişdi. Rəhbərlikdə daha çox ermənilər idi. Bəli, ermənilər idi. Yəni ona görə nəzərdə saxlayın. Mütləq 24-cü ildəki bizim qərarımız və bizim xeyrimizə olan qərar idi. Naxçıvan Ermənistan yarıması. Amma 29-da bizim əleyhimizə olduğuna görə bu Zaqafqaziya MİQ tərəfindən, Mərkəzi İcra Komitəsi tərəfindən verilmiş bir qərar idi. Burada diqqət yetirin ki, testlərdə düşüb eləyəndə, o söz oyunu edəndə bizim yadımızdan çıxmasın, nəzərimizdə qalsın bu. Yaxşı, ümumi mükəlləfiyyət sistemi tətbiq edildi Azərbaycanda. Nə zaman? Ümumi əmək mükəlləfiyyətinin tətbiq olunması nə vaxtda düşür? Elə 20-ci illərdən qeyd edə bilərik də. Nə ilə bağlı idi bu? Hərbi kommunizm siyasətinə bağlı. Aha, bəs yaxşı, ərzaq sapalağı neçənci ildə tətbiq edildi? Ərzaq sapalağı da elə 21-dən. 21-də ərzaq sapalağı? Yoxsa 20-də? O da hərbi kommunizmin daxilində isə. Amma mənə aydır. 20-ci ildədir. Sadəcə 20-ci ilin orada aylar var ki, ayları biz bilməliyik. 7 iyun gəlir yadıma. Niyə 7 iyun? 7 iyunda o qərar yox idi axı. Hansı tarixdə idi? Sentyabrında idi. Və avqust ayında taxıl ticarəti dövlət nizamına alındı. Düzdürmü? Sentyabr ayında isə ərzaq sapalağının təşkil olunması və ümumi əmək mükəlləfiyyətinin tətbiq edilməsi. Sizdə yazmayacaqlara hərbi kommunizm sistemi tətbiq olundu. Sizdə yazacaqlar ümumi əmək mükəlləfiyyətinin tətbiq olunması. Biz odaqlanırıq hərbi kommunizmə, ərzaq sapalağına ümumi əmək mükəlləfiyyəti qalır orada mürtəzədə. Biz ona fikir vermirik. Amma test gətirib salanda ümumi əmək mükəlləfiyyəti formasında salacaq. Və yaxud da taxıl ticarətinin dövlət nizamına alınması formasında salınacaq. Ona görə bu şeylərə diqqət edirək. Ki, sabah testdə düşüb eləyəndə biz onu bilək. Bəs yaxşı, əkinçiliyin mexanikləşdirilməsinə başlanıldı. Bu nə zaman oldu? Hansı hadisənin nəticəsində idi? Hansı islahatın nəticəsində idi? Əkinçiliyin mexanikləşdirilməsi. Bəli, sənayləşdirməyə götürə bilərik də. Sənayləşmə xəttini verməmişəm axı mən. O mövzunu verməmişəm axı. Onu verməmişəm. O biraz uzun mövzudur, mədəniyyətlə qarşıqda, ona görə onu verməmişəm. Bilsəydim, amma islahatlar hissəsini, iqtisadi islahatlar hissəsini verərdim onun. Onun çox hissəsini əslində keçmiş əslində onun çox hissəsini. Ümumi tarixdə qeyd etmişdik, hə. Deyək görək. Bəli, yis dövrü, vəssalam. Aha, yis dövrü. Nə qədər müsbət bir formada yenilişlər varsa, daha müsbətdə, ən müsbətlər deyək. Bu, yeni iqtisadi siyasət dövründə, bəli, yeni iqtisadi siyasət dövründə olubdu onlar. O, əkinçi mexanikləşməsi bu artıq bir yenilik idi axı, bir müsbət bir irəliləyiş idi. Ona görə biz bunu götürürük yeni iqtisadi siyasət dövrünə. Və bunlar hamısı xırda detallardır, bunlara fikir verir. Bunlara çox vaxtda fikir vermirik, nəzər yetirmirik. Qalır onlar hamısı mötərizə arasında, diqqət etmirik. Amma biz onların altından xətt çəkərək daha dərindən öyrənməliyik ki, testlərdə bu formada yazılacaqlar, cümləni bu formada quracaqlar. Birbaşa islahatın adını çəkməyəcəklər. Onun içərisindən bir cümləni yazacaqlar. Hə, gəl tap gör bu hansına aiddir. İslahatları da düzəcəklə yanaşı, tap ki tapasan, hansındadır. Yəni bilin ki, o daha çox müsbət irəliləyişlər ki var, onlar yis dövründə olubdur. Mənfi hadisələr, mənfi islahatlar, hamısı kommunizmdədir. Amma təbii ki, sənayeləşmə dövründə də bəzi sahələrdə mənfiliklər var idi. İndi onları da keçəndə orada görəcəksiniz artıq. Yeni iqtisadi siyasət dövründə neft sahəsinə müsbət yoxsa mənfi irəliləyişlər oldu? Neft sahəsi əslində yaxşı idi, çünki neft sahəsi yenidən qurulmağa başlamışdı. Bakı buxtası var. Bakı buxtası quruldu yoxsa quruduldu? Quruduldu. Yeni neft yataqları çıxarılmaq üçün. Bəli, yeni neft yataqları çıxarılmaq üçün Bakı buxtası da burada quruduldu. Birdən yazarlar Bakı buxtası quruldu, qurulmadı. O müsbət, nə qədər deyirəm, müsbətlər var. Burada indi qurudulur ki, yeniləri aşkarlansın, bəli, yeniləri istifadəyə verilsin. Burada ona görə köhnəni qurutmuşlar, yeniləri üçün hazırlıq işləri görürdülər. Tamam, bunlar da belə bir məsələ idi. Yaxşı, deməli, yeni iqtisadi siyasət dövründə taxıl sahəsi, pambıqçılıq sahəsinin fəaliyyəti, ümumiyyətlə bu sahələr genişləndirilirmi, yoxsa məhdudlaşdırılırmı? Taxılçılıq
pambıqçılıqda nisbətən genişləndirilir, amma pambıqçılıq məhdudlaşdırılır. Yaxşı. Daha sonra deməli bir məsələ var. Qarabağ məsələsində